Hello, hər kəsə salam. Bu dəfə biz Şamaxıya gedirik və oğlumuzun da ilk maşın səyahətidir. Yox, bu oyuncaqla oynayan dostumuzdur. Atilla bizə baxır ki, yenə görəsən məni geyindirib, keçindirib hara aparırlar. Amma bizim heç bir planımız yoxdur. İlk dəfədir belə səyahət edirik. Digər bir dostumuz da telefonuna uşaq kakaşkası şəkilləri göndərilən pediatr xalamızdır. Yol üstü qayalı marketdə saxlayıb, sonra yeməyi unutacağımız şeylər alırıq. Bu marketi tanımayana pis baxırlar. Dəhşət böyükdür, qiymətlər də münasibdir. Barbekü festivalı həftəsində getmişik deyə Şamaxıda ilk dəfə mən belə bir tıxac görürəm. Hansı restorana yaxınlaşırıqsa deyirlər ki, yer yoxdur. Elə bil Bakıda kim var, hamısı gəlib Şamaxıya. Amma oğlumuzu ac saxlamadıq. Ən son texnologiya ilə onun yeməyini hazırlayıb soyutduq. Az getdik, üz getdik, dərə-təpə düz getdik. Axır ki dayandıq Anar restoranda. Bakıdan Şamaxıya gəlib ürəyimiz nə istəsə yaxşıdır? Pomidor yumurta və qutab. Bəzilərimiz də yağışı görüb piti sifariş eləmişdi ki, günəş çıxdı. Yenə də çıxdıq yola, güya maraqlı nəsə axtarırıq. Qəşəng yaşıl mənzərələrdən keçdik. Getdik Şirvansarayda oturduq. Yox, otura bilmədik. Çünki boş masa yox idi. Və biz fırlandıq biraz da. Nəhayət 2 saat sonra boş masa tapıb, Samvar çayından içib bu qısa rayon səyahətimizdə yekunlaşdırdıq. Hələlik.